Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Fevral ayının 24-dür bugün, həftənin çərşənbə axşamı günü 2026-cı ildə son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Milli Elmlər Akademiyasında fevralın 25-də, yəni sabah Ramiz Mehdiyevin məsələsinə baxılacaq. News 365 az saytı xəbər verir ki, sabah Milli Elmlər Akademiyasına rəyasət heyətinin iclası keçiriləcək və gündəliyə daxil olan iki məsələdən biri Ramiz Mehdiyevin AMİARın həqqi üzvlüyündən xaric edilməsidir. İclasda müzakirə ediləcək ikinci məsələ isə Milli Elmlər Akademiyasının illik hesabatının dinlənilməsidir. Onu da deyək ki, Dövlət Təhlükəsizlik Xidmətində başlayan cinayət işi ilə bağlı Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274 dövlətə xəyanət və 193-1.3 ki, cinayət yolu ilə əldə edilmiş əmlaki legallaşdırma maddələri ilə ittiham olunur. Onun barəsində ev dustaqlığı demək qəti imkan tədbiri seçilib. Balın bu biyan balıdır. Birinci onu sizə deyim. Özü də bunu bir dənə yaxından gətir çəkki ilə. Bu balın tərkibində o qədər çiçək tozu və güləm arı vurmuşdu ki yığanda. Biz bunu Cökəyə aparmışdıq. Cökəyə az işlədi orada arılar. Oradan da biyanı apardıq. Yəni tərkibi dəhşətli dərəcədə zəngin olan bir baldır. Çünki elə bilin ki, elə çiçək tozu qatılmış baldır bu. Bunu inşallah mən sabahları Mingəçevirə göndərəcəyəm. Kim də əgər istəsə bizdən bu cür həm balonlarla göndərib çatdırırıq. Azərbaycanımızın bütün şəhər və rayonlarına da göndərib çatdırmamız son pulsuz olacaq. 051 546 39 39 hər biriniz zəng edib sifariş edə bilərsiniz. Çatdırmada pulsuz olacaq düz ünvanınıza qədər.